biz əvvəlcədən də bilirdik ki, bu qısa müddət ərzində həll oluna biləcək məsələ deyil. Çünki tərəflərin Ukrayna tərəfinin haqlı tələbi, Rusiya tərəfinin haqsız tələbi gündəmdədir və görünən bundan ibarətdir ki, tərəflər öz tələblərindən geri çəkilmək fikrində deyirlər. Ukraynanı başa düşmək olar, ərazi itkiləri ilə üzləşibdir və ərazilərini peşkəş vermək fikrində də deyil, haqlı olaraq. Amma Rusiya tərəfinin, Putinin tələbləri mən hesab edirəm ki, kifayət qədər absurd tələblərdir. Xüsusilə də həmin 4 ərazinin Rusiyanın ərazisi olaraq tanınması məsələsi, üstəgəl Zelenskinin kiminləsə əvəz edilməsi məsələsi heç bir halda qəbul edilən məsələ deyil. Bununla bağlı artıq Amerika Birləşmiş Ştatları rəsmiləri də öz mövqelərini, münasibətlərini bildirdilər. Amma təbii ki, Zelenski kim tərəfindən qəbul edilməsə də öz xalqı tərəfindən seçilmiş prezident kimi qəbul edilməlidir və bu absurddur ki, müharibə gedən ölkədə milyonlarla qaçqın köçkünü olan, ərazisinin 20%-dən artıq işğal altına düşən bir ölkədə hansısa seçki keçirilsin, prezident seçkiləri xüsusilə də və yeni komanda formalaşmış olsun. Bu mümkün olan məsələ deyil. Buna görə də təbii ki, bu heç bir halda reallaşa biləcək məsələ deyil və xüsusilə də bugün artıq görünən bundan ibarətdir ki, özü Trump Zelenskinin üzərinə gəldi, Ukraynaya təzyiq eləmək yolunu tutdu ilkin olaraq, amma eyni zamanda da Rusiya ilə müəyyən qədər yumşaq davranmaqla Putini nəyəsə razı salmaq siyasəti yürütmək istədi, amma görünən bundan ibarətdir ki, bu siyasət keçmədi artıq və elə Trump özü də başa düşür ki, Rusiya ilə bu cür rəftar etməklə nəyəsə nail olmaq mümkün olmayacaq. Ona görə də Rusiyaya qarşı sanksiyaların tətbiq edilə biləcəyi ilə bağlı da artıq anonslar verilməkdədir. Eləcə də dünənki toplantıda da qərar bundan ibarət oldu ki, Rusiyaya qarşı olan sanksiyalar heç bir halda yumuşaldıla bilməz. Əksinə, Rusiyanı bir qədər də mövqelərə yaxınlaşdırmaq üçün hansısa təzyiqlərlə üz-üzə qalması ilə bağlı məsələlər gündəmə gəlməlidir. Bu istiqamətdə işlər görülməlidir deyə bir mesaj da verildi və Ukraynaya dəstək ifadə olunmaqdadır. Avropa ölkələri xüsusilə də qeyd elədiniz. Fransa və İngiltərə bu məsələdə öndə gedirlər. Həm də hərbi bir kontingentin göndərilməsi ilə bağlı. Yəni, ilkin olaraq bu ordu göndərilməsi demək deyil, amma istənilən halda Ukraynaya hərbi dəstək fonunda həm də öz hərbi mütəxəssislərinin bölgəyə göndərilməsi ilə bağlı artıq fikirlərini ifadə ediblər. Düzdür, tam olaraq Avropa ölkələri tərəfindən dəstəklənmir bu mövqeyi, amma istənilən halda Avropanın əsas aparıcı ölkələri, bura Almaniyanı da qatmaq olar. Almaniya da artıq bu prosesdə iştirakını təsdiqləyibdir. Xüsusilə də Fransa və İngiltərə Ukraynaya sona qədər dəstək verəcəklərini bəyan edibdilər. Hərbi komanda ilə orada yerləşir, yəni bunlar. Təbii, Avropanın əsas gücləri elə bu ölkələrdir. Ona görə də Amerika Birləşmiş Ştatları da bu fonda mən hesab edirəm ki, Ukraynaya dəstəyini əsirgəməyəcək və artıq mövqelərdə müəyyən dəyişikliklərə biz nail olunduğunu görəcəyik. Və mən hər dəfə bu fikri xüsusi olaraq diqqətə çatdırıram. 94-cü il Budapeşt memorandumu var və həmin memoranduma görə əslində həm Avropa ölkələri, aparıcı ölkələr, təbii ki, Böyük Britaniya, Fransa, eləcə də Amerika Birləşmiş Ştatları, ondan sonra Çin də bu memoranduma qoşulubdur. BMT Təhlükəsizlik Şurasının əsas dövlətləri olaraq Ukraynanın və o zaman Ukrayna ilə yanaşı Belarusun və Qazaxıstanın ərazi toxunulmazlığına təminat veribdilər zamanında. Nüvə silahlarının həmin 3 ölkədən, Ukraynadan, Belarusdan və Qazaxıstandan təhvil alınması müqabilində. Ona görə də bugün Zelenski müraciət eləyir, dəstək verin bizə, əslində haqlıdır. Çünki həmin memoranduma müvafiq olaraq da bu ölkələr Ukraynanın ərazi bütövlüyünə təminat vermişdilər. Əvəzində də Ukrayna nüvə silahını vermişdi Rusiyaya və nüvəsiz dövlət olmuşdu. Müdafiəsiz bir vəziyyətə gəldi. Müdafiəsiz vəziyyətə düşmüşdü, amma biz gördük ki, 2014-cü ildə Krım ilhaq olunan zamanda Avropa ölkələri olduqca dişsiz münasibət göstərdilər. O zaman
Rusiyanın Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətinin mandatı donduruldu. Rusiyaya qarşı müəyyən sanksiyalar həyata keçirilməsi ilə bağlı məsələlər gündəmə gəldi, amma sonradan unuduldu. Sonradan əbil üzərindən keçildi və nəticə etibarilə 2022-ci ildə biz artıq geniş miqyaslı Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə şahidlik eləmiş oldu və proses artıq 3 ildir davam edir, 3 ildən çoxdur. Çox böyük faciələrlə davam eləyir. Ukrayna xalqı üçün çox böyük faciələrlə davam etməkdədir. Rusiyanın özü üçün də çox böyük itkilər hesabına başa gəlir. Rusiya həm insan resursları baxımından tükənməkdədir, eyni zamanda iqtisadi imkanlarında ciddi zəifləmələr müşahidə olunmaqdadır. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar fonunda Rusiya iqtisadiyyatına ciddi zərbələr dəyibdir. Rusiya oliqarxları çox böyük itkilərə məruz qalıbdılar və insan resursları baxımından da ən böyük, önəmlisi ondan ibarətdir ki, Rusiya ciddi çətinliklər çəkməkdədir və